İnsanın yaradılışı haqqında müxtəlif fərziyyələr vardır. Bəziləri insanın Adəm və Həvvadan yarandığı fikrini müdafiə edir. Bu fikrə görə ilk insan Adəm yaradılmışdır və yoldaşı Həvva onun qabırğasından, digər insanlar da onlardan törənmişdir. Bir başqa iddiaya görə yer üzündə insanlar qrup şəklində yaradılmışdır. Bugünkü videomuzda birinci fikri araşdırmağa çalışacağıq. Hazırsınızsa başlayaq. Bildiyimiz kimi Adəm əleyhissalamın Habil-Qabil adında övladları olmuşdur. Tarix və rəvayət mənbələrinə əsasən indiki insan nəsli nə Habildən, nə də Qabildən davam etməmişdir. Həzrəti Adəmin Şeys və digər övladlarından davam etmişdir. Qabillə Habil Adəmlə Həvvanın ilk övladları idilər. Qabil qardaşı Habili öldürdüyünə görə cəza alanda demişdi: "Kimin rastına çıxsam məni tutub öldürəcək." Qabil kimləri nəzərdə tuturdu? Müqəddəs kitabın yaradılış bölməsində deyilir ki, Adəmin başqa oğul və qızları da oldu. Bu ayədən belə nəticəyə gəlmək olar ki, Qabilin qorxduğu kəslər Adəmlə Həvvanın digər övladları idi. İslam alimləri arasında Həzrəti Adəmin övladlarının kimi ilə evlənməsi və bəşər övladının necə çox olması haqqında iki fərziyyə vardır. Bu fərziyyələri nəzər salmamışdan öncə Adəmin digər övladı Şeys haqqında qısa məlumat verək. Şeys Tövrata görə Adəmin oğludur. Qabilin Habili öldürməsindən 5 il sonra dünyaya gəlmişdi. Digər qardaşlarının əksinə Şeys əkiz olaraq deyil, tək doğulmuşdu. O dünyaya göz açanda Adəmin 130 yaşı vardı. Şeys Həzrəti Adəmdən sonra peyğəmbər seçilmişdi. Tövratda Adəm və Həvvanın uşaqlarından təkcə Habil, Qabil və Şeysin adı çəkilir. Şeys onların üçüncü oğlu kimi qələmə verilir. O 912 il yaşamış və çoxlu övladı olmuşdur. Quranda adı keçməyən 124 min peyğəmbərdən biri hesab edilən Şeysə Allah tərəfindən 50 kiçik kitab verilir. Qardaşı Qabilin uşaqlarının bir qismi Şeys peyğəmbərə verilən kitablara qarşı çıxırlar. İslamda Habilin övladının olmaması, Qabilin övladlarının isə Nuh tufanında itdiyinə görə insanoğlunun Şeysin nəslindən davam etdiyi bildirilir. Gəldik az öncə dediyimiz iki fərziyyəyə. İnsanoğlu necə artdı? Birinci fərziyyə qardaş bacı ilə evləndi. Ola bilsin ki, o dövrdə hələ bacı ilə qardaşın evlənməsinin haram olması qanunu Allah tərəfindən verilməmişdi. Bəşər nəslinin davam etməsi üçün bundan başqa bir yol da yox idi. Tarixin ilk dövründə yaxın qohumla ailə qurmaq qəbahət deyildi. Məsələn, İbrahim peyğəmbər ögey bacısı ilə evlənmişdi. Yaxın qohumla ailə qurmaq qadağası ilk dəfə Tövratda yazılıb. Bu isə Qabilin yaşadığı dövrdən əsrlər sonraya təsadüf edir. İkinci fərziyyə isə belədir. Adəmin övladlarının bir-biri ilə evlənməsi qeyri-mümkün olduğundan onlar yer üzündə öncədən yaşamış insan nəslindən olan qızlarla evləndilər. Sonralar onların övladları bir-biri ilə əmuşağı olduğundan evlənə bilərdilər. Bu nəzəriyyəni də bəzi rəvayətlər dəstəkləyir. Yer üzündə Adəmin nəsli ilk insanlar olmamışlar. Onlardan öncə də yer üzündə müəyyən insan irqi yaşamışdı. Gəlin bu iki fərziyyəyə ətraflı nəzər salaq. Tarixi və rəvayət mənbələri insan nəslinin Adəm əleyhissalamın üçüncü övladı və onun vəsisi və vəliəhdi olan Şeysdən davam etməsini demişlər. Habil Qabilin əli ilə qətlə yetirilmişdir. Üsyankarlıq və günah nəticəsində qovulan Qabil günah və fəsad işlər ardınca getdi. Onun övladları da atalarının əməl və rəftarlarına tabe olaraq üsyankarlıq və tüğyana qurşandılar və Nuh əleyhissalamın tufanı hadisəsində hamılıqla məhv olub aradan getdilər. Bundan sonra Şeysin nəsli qalıb davam etdi. Adəm əleyhissalamın övladlarının kim ilə evlənməsinə gəldikdə, bu çox müəmmalı bir bəhsdir. Bu haqda bir-biri ilə təzadlı olan çoxlu mənbələr vardır. Bəziləri Nisa surəsinin 1-ci ayəsinə istinad edərək inanırlar ki, Adəmin övladlarının nəsli Adəm və həyat yoldaşı Həvvanın vasitəsilə artmışdır. Ayədə buyurulur: "Ey insanlar, sizi tək bir şəxsdən xəlq edən, ondan zövcəsini yaradan və ondan da bir çox kişi və qadın törədən Rəbbinizdən qorxun." Bu da Adəmin övladlarının bacı-qardaş bir-biri ilə evlənməsini tələb edir. Çünki əgər onlar digər insan növündən olan qızlarla evlənsəydilər, Allahın o ikisindən nəslini davam etdirdi buyurması mənasız olardı. Çoxlu rəvayətlərdə nəql olunan bu məsələ çox da təəccüblü deyildir. Çünki bəziləri məsum imamlardan nəql olunan hədislərə istinadən bu cür evlənmənin mübah, icazəli olduğunu qeyd edirlər. Onlar demişlər ki, o zaman bacı ilə qardaşın evlənməsinin haramlıq hökmü hələ Allah tərəfindən verilməmişdir. Aydındır ki, hər bir işin qadağan olması Allah tərəfindən haram edilməyə bağlıdır. Müəyyən zərurətlər və məsləhətlərin tələbi ilə hər hansı bir işin müəyyən zaman dövründə caiz, sonradan isə qadağan edilməsinə nə mane ola bilər? Ehticac kitabında buyurulur ki, İmam Səccad əleyhissalam Qüreyşdən olan bir kişi ilə bəhs edərkən buyurur: Habil, Qabillə birlikdə əkiz doğulan bacısı Lovza ilə evləndi. Qabil isə Habillə birlikdə əkiz doğulan bacısı İqlimaya ilə evləndi. Ravi deyir ki, Qureyşdən olan kişi təəccüblə soruşdu:
Habil və Qabil öz bacılarını mı hamilə buraxdılar? Həzrət buyurdu, bəli. O kişi dedi, bu ki hazırki məcusların əməlidir. Həzrət buyurdu, məcuslar bu işi görəndə biz onu batil, qanunsuz hesab ediriksə, səbəbi budur ki, onlar bu işi Allah tərəfindən haram edildikdən sonra əncam verirlər. Bu məsələni inkar etmə. Çünki bu əməlin o gündə düzgün olması, bu gündə isə düzgün olmaması Allahın belə qərar verdiyi hökmüdür. Məgər Allahu Teala Adəmin həyat yoldaşını onun özündən xəlq etmədimi? Eyni halda görürük ki, Həvvanı onun üçün halal etdi. Deməli, bu şəriət hökmü o gündə Adəm övladlarının və onun xüsusi adamlarının şəriəti idi və sonralar Allah onun haram olma hökmünü nazil etdi. Lakin buna baxmayaraq, bəziləri başqa bir hədisləri misal gətirərək Adəmin övladlarının bacı qardaşla evlənmədiyi fikrini əsas tuturlar. Onlar inanırlar ki, Adəmin övladları digər insan nəslindən olan qızlarla evlənmişdir. Çünki bəzi rəvayət və hədislərə əsasən Adəmdən öncə də yer üzündə müxtəlif insan irqləri yaşamışdır. Elmi tədqiqatlar da göstərir ki, ehtimal üzrə insan yer üzündə milyonlarla il qabaqcadan yaşamışdır. Halbuki Adəmin xilqət tarixindən indiyə qədər çox da vaxt keçmir. Buna əsasən qəbul etməliyik ki, Adəmdən əvvəl də yer üzündə müəyyən insan növləri yaşarmış. Adəm yaranan zaman onların nəsli kəsilmək üzrə idi. Adəmin övladlarının onlardan əvvəlki insan nəsillərindən hər hansı biri ilə evlənməsinin nə maniyəsi vardır? Müqəddəs kitabımız Qurani Kərimin Bəqərə surəsinin 30-cu ayəsində buyrulur. Və o zaman ki, Rəbbim mələklərə dedi, həqiqətən mən yer üzündə bir canişin qoyacağam. Dedilər, orada fəsad törədəcək və qanlar tökəcək bir kəs mi qoyursan? Halbuki, biz səni kamilliklə vəsf edərək zikr oxuyuruq və pak bilirik. Allah buyurdu, şübhəsiz, mən sizin bilmədiyiniz bir şey bilirəm. Şübhəsiz ki, qeybi bilən Allahdır. Mələklər gələcəyi görə bilmədiyindən yaradılan insan övladının gələcəkdə yer üzündə fitnə fəsad törədəcəyini öncədən bilə bilməzdilər. Bunu bilmələrinin bir izahı var ki, Adəmdən öncə də yer üzündə müəyyən insan irqi yaşamış ola bilər. Və onlar Adəm və onun övladlarının da öncəki insanlar kimi fitnə fəsad törədəcəyini ehtimal edirdilər. Belə dostlarım, insanın yaranmasının, artmasının iki fərziyyəsini nəzərdən keçirdik. Bu mövzu haqqında sizin fikirləriniz necədir? Bir videonun daha sonuna gəldik. İnşallah ki, məlumatlar yararlı olmuşdur. Növbəti videoları qaçırmamaq üçün kanalımızı takip edib, bildirimləri açmağı, videonu da like etməyi unutmayın. Bir sonraki videoda görüşmək ümidi ilə. Allah'a əmanət olun.